Salam kanal izləyiciləri, bu günlərim sizinlə dərsdən kənar Novruz akışdalarını paylaşmaq istəyirəm. Ola bilsin ki, müəllim sizdən Novruz akışdalarını istəsin. Çünki bizim adət-ənənələrimizin demək olar ki, başında durur Novruz akışdaları, bütün şənliklərdə, bütün mərasimlərdə Novruz akışdaları istifadə olunur. Cənub bölgəsinə aid olan bu akışdaları ola bilər ki, siz axtarırsınız, tapırsınız, mən sizin üçün verdim. Burada verirəm. Fəsil dəyişir, torpaq oyanır, təbiət oyanır, ağaclar tumurcuqluyur, ruzu bərəkət dolu bir bahar gəlir elimizə. Və niyə görə deyirlər ruzu bərəkətimiz bol olsun? Ona görə ki, ağaclar yenidən tumurcuqluyur, meyvələri bol olur. Yayda həqiqətən də hər bir meyvə, tərəvəz bol olur. Mən də sizin üçün bu günlərim bu akışdaları verirəm ki, təbiətin oyanması münasibəti ilə, sonra baharın gəlməsi münasibəti ilə bu akışdalar sizə lazım ola bilər. Və tək məktəbdə yox ha, bunu elə evdə də 3-4 bacı, qohum, əqrəbə çox maraqlı olar. Yəni elə yeməyinizi yeyib oturub televizor qarşısında baxmaqdansa, verilişlərə baxmaqdansa bir vaxtınızı ayırın, yarım saat, 1 saat. Hərəniz elə yazılı şəkildə də olsa qarşınıza akışdalar qoyun, hərənizə 3-4 akışda qoyun və başlayın ailə üzvləri akışdaları deməyə. Bu bizim adət-ənənələrimizdir, Cənub bölgəsindən gəlir. Necədir, necə deyəcəyik bunu? Deyir ki, oradan axan axdımı, oradan axan arxdımı? Hakışda, hakışda, üzündə duvaqdımı? Hakışda, hakışda. Novruz gəlib, yetişdi, hakışda, hakışda. Ayrı duran vaxtımı? Hakışda, hakışda. Bu bir sətri, bir misra oxuduqdan sonra hamı xorla hakışda deyir. Üzündə duvaqdımı oxuyuruq, hamı bir yerdə hakışda deyir. Sonra növbətini hərə bir deməli bənd oxuyur. Mən aşiqəm Ayazdır. Hakışda, hakışda. Qış dərdlidir, nasazdır. Hakışda, hakışda. Onu bu dərdə salan. Hakışda, hakışda. Qarşıdan gələn yazdı, hakışda, hakışda. Əzizim bülbüləm mən, hakışda, hakışda. Boyatmış sümbüləm mən, hakışda, hakışda. Çərşənbələr içində, hakışda, hakışda. Üçüncüyəm, güləm mən, hakışda, hakışda. Bu şəkildə Novruz akışdaları kimə lazımdırsa buyursun, istifadə etsin.